Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 16 iyul 2026-cı il. Bal süzümümüz devam edir. İlk növbədə pəncərəmizi açıq. On 7 iyul 2026-cı il. Arıçılıq elə kimin pulu var getsin 5 nəfər 10 nəfər tutsun arıçılıq eləsin o demək deyil. Amma arıçı gərək özü arıçı olsun. Arıçılıq elə bir müqəddəs peşədir ki, əvəz olunmaz bir peşədir. Çünki onu həkim də istəyir öyrənsin, polis də istəyir öyrənsin, adi sıravi insan da istəyir öyrənsin. Arıçılığa hər danışığımızla xərər gətirməyək. Hamısını göstərəcəm. Məni izləyənlər xatırladar. Baxın, videolarımda var, səhifələrimdə. Bu ana arını ki izolyatora salmışdım, çəkmişdim. Bunu da paylaşmışdım. Boş çərçivə idi. İndi baxın, bal. Gözəl çəmiz. Baxaq, salamatdır, ya yox. Maşallah olsun. İçəridədir, göy nömrəli, gözəllər gözəli. Karnika sklinar. Bu da izolyator. Demək, 4-5 il bundan əvvəl mən izolyatoru çəkib paylaşırdım. Bəziləri mənə belə başqa cür baxırdılar. İndi maşallah olsun, hamı izolyator axtarır, hamı izolyatordan istifadə edir. Bilən də, bilməyən də Allah xeyirlərin versinlər. Bax, izolyator, bax bu deməkdir. Amma o da baxır hansı arı ailəsinə. Heç bir burada problem yox. Heç bir arıda azalma yox. Bax, arının nüfuzuna bax. Qardaş, arılar sülfə bəsləməyib. Hamı sağlam qalıb. Uzun ömürlü qalıb. Canından süd verməyib. Canının yağını işlətməyib. Hamı salamatdır. Varroa da burada artıq yoxdur. O varroa minib arının belinə çıxıb gedib başqa bir tərəfə. Sağlam arıdır. Bir dəfə, iki dəfə bundan sonra, balı götürəndən sonra təbii ki, dərmanlama aparacağıq. Ya turşularla, ya başqa vasitələrlə apara bilərsiniz. Vəssalam, bu arıda heç bir problem olmayacaq mənim qardaşım. Yəni biz bunu yalandan nəsə danışmaq xatirinə danışmıram, demirəm. Bax, bunu sənə sənin kimi minlərlə insan baxır. Göstərirəm də, qardaş. Bax, budur. Bu, arının sağlamlığı deməkdir. Heç bu ailələrə bundan sonra heç dərman verilməsə də bu ailə yaşayacaq gələn ilə kimi. Bunda azalma olmayacaq. İndi, qardaş, mən bezdim bu xəstə cəmiyyətin əlindən. İndi, boş mərtəbələri qoyub üst-üstə. Baxın, bizim də 3 mərtəbəli arımız var. Hə, 1 qram bal yoxdur. Bax, kişi
Sən o süzülmüş ramkaları hardan gətirib bunun üstünə yerləşdirmişsən? Nədən bunları eləyirsiniz? Nəyə görə? Bilmədiyiniz şeyə burnunuzu niyə soxursunuz? Qardaş, bilmirsən, arıçılığı belə heç olmasa çəkib paylaşma gic-gic şeyləri. Mənim gözəllərim. Qardaşın sualı yadıma düşdü. Demək, kimsə ona deyib ki, ana arının qəfəsə, izolyatora salmaq yaxşı deyil. Çünki ana arının qəfəsdən çıxardandan sonra, azad ediləndən sonra güya ki, onun yumurta qoymasında bir problemlər olur. Passivləşmə olur. Şimdi sənə göstərim qoy. Qardaş, o əlindən heç nə gəlməyənlər var, heç nəyi bilmir, özü nə isə eləyə bilməyəndə ona buna məsləhətlər verirlər. Onların sözünə çox da getmə, qardaş. Çünki onlar mütləq özləri eləyə bilmədiyi şeylər haqqında məcbur qalıb belə məsləhətlər verirlər ki, güya ki, bunlar da nəsə bilir. İndi qoy bunu qoyun, bu balı sənə məlumat verərəm. Demək, bax qardaş, bu ana arı ki, buradan indi mən azad edəcəyəm. Bu ana arı 25 günə qədər, yəni bir aya qədər tam burada istirahatda olub. Bunu yemləyiblər, bəsləyiblər, hər bir şey mükəmməl qaydasında. İndi bunu azad edən kimi o sağlam arılar bunu məcbur edəcək 6-7 çərçivəyə bu ana pulemyot kimi yumurta qoyacaq. Bu bir. Baxın, diqqətlə baxarsan, ana arının ölçüsü belə dəyişilməyib. Çünki arılar onu necə lazımdır, bəsləyiblər, saxlayıblar. Gözəlçəmizin gözəlliyinə bax. Kişi, ana arının yumurta koyması hele belə bir proses değil. Allah Kaşkovskini rəhmət eləsin. Kaşkovski deyir ki, ana arının yumurta koyması arılar tərəfindən ona ötürülür. Bunu yumurta koyma qabiliyyəti itə bilər. Bu əksinə istirahat eləyib, tam sağlam. İndi bundan sonra başlayacaq pulemyot gibi yumurta koymağa. Ay maşallah, get sana yaxşı yol. İndi qardaş, kimin ağlına nə gəlir, danışır, deyir ki, mən arıçıyam. Arıçı, qardaş. Arıçı olmaq üçün gərək birinci sənin başın ola, elmin ola, savadın ola. Sənin arılara qarşı məhəbbətin, sevgin ola, sənin insanlara qarşı bir xainliğin olmaya, ondan sonra səndə arıçılıq meydana gələ bilər. Karnika Sklinar 2025-ci il 20 mayda yumurta koydu. Ben yazmışam. Bak nömrə 54 F1. Yani indi arı ilgilerinden çok şey asılıdır mənim kardeşim. Arının sağlamlığından çok şey asılıdır. Arıçının ona ettiği düzgün qaydada qulluqlardan çok şey asılıdır. Yoksa hele kör ana koyurlar, mən arı saxlayıram. Hə. Mən arıçıyam.
Ha, belə bir şey yoxdur, qardaş. Arı bax belə olar. Bax belə olar arı. Süzülmüş şanların bir qismini qoymuşam. Bir qismini də indi ailənin sayına görə tənzimləyəcəyəm. Vəssalam.